Salam, hörmətli izləyicilərimiz. Bugünkü izahımız Azərbaycan dil fənni ilə bağlı maraqlı bir sualın cavabı olacaq. İzahımıza başlamamışdan əvvəl kanalımıza abunə olmağı unutmayaq. Yallah, başlayaq. Deyir ki, qələm seçək. Aha. Ara söz işlənmiş müəyyən şəxsi cümlə müəyyən. Deməli, həm müəyyən şəxsi cümlə olsun, həm də ara söz olsun. Cümləni müəyyən edin. Baxaq variantlara. Deyəsən, həyəcandan qızın dili topuq qurdu. Nə edirdi? Qızın dili topuq qururdu. Nə səbəb? Həyəcandan. Bilirik ki, deyəsən sözü təhlil olunmayacaq. Niyə təhlil olunmayacaq? Bilirik ki, xitab və ara sözlər qrammatik cəhətdən cümlə özləri ilə bağlı olmayan sözlərdir. Ona görə də bunları sintaksi təhlil edə bilmərik. Deyəsən sözdə ardıcıl vergüllə qoyulduğundan bilirik ki, ara sözdür. Deməli, ara söz işlənib. Birinci şərtimiz ödənilib. Ara söz işlənib. Həyəcandan qızın dili topuq qururdu. Bir də dil topuq qurmaq frazalaşa birləşmədir. Qızın dildə ismi birləşmədir. Bunlar ayırmaq olmaz. Ona görə də qızın dili topuq qururdu ifadəsini birlikdə nə götürəcəyik? Xəbər. Hansı cümlədir? Sadə cümlənin şəxsi cümlə hansı növünə aiddir? Şəxsi cümlədir. Çünki mübtədası yoxdur. Müəyyən şəxsi cümlə yoxdur. A, deməli bizim cavabımız deyil. B-yə baxaq. Deməli bizə gəlməyəcəklər. Nə etməyəcəklər? Gəlməyəcəklər. Hara gəlməyəcəklər bizə nədir? Yer zərfliyi. Deməli də yenə də ara sözdür. Bizə gəlməyəcək kim? Qeyri-müəyyən şəxslər. Yəni bilinməyənlər. Onlar. Bu da nədir? Qeyri-müəyyən şəxs cümlədir. Ara sözü işlənib, amma müəyyən şəxs cümlə yoxdur. B də bizim cavabımız olmayacaq. B-yə çıxdıq. D-yə baxaq. Şair, bayaqdan səni gözləyirəm. Nə edirəm? Gözləyirəm. Kimi gözləyirəm? Səni. Nə vaxt, nə zaman? Bayaqdan. Zaman zərfli şair. Şair sözündən birdən çaşa mübtəda götürərsə, xeyr, mübtəda deyil ha. Baxaq, şair, bayaqdan səni gözləyirəm. Müraciət olunur da, şairə müraciət olunur. Deməli, müraciət bildirən sözlərdə nədir? Xitabdır. Biraz əvvəldə dediyimiz kimi xitab və ara sözlərdə sintaksi təhlil olunmur da, cümlə üzrə qrammatik cəhətdən bağlı olmadıqları üçün. Bayaqdan səni gözləyirəm. Kim? Mən. Mübtədası yoxdur, özümüzdən bərpa edə bilərik. Müəyyən şəxs cümləndə şərt orada ya mübtəda işlənəcək, ya da işlənməsə özümüzdən bərpa edə bilərik. Nə zaman bərpa olunmayacaq? Üçüncü şəxsin cəmində. Deməli, müəyyən şəxsi cümlə işlənmişdir. Bəli, bu var. Amma ara söz olmadığı üçün D-ni də götürə bilmirik. Doğrusu tədbirdə iştirak etməmişlər. Nə etməmişlər? İştirak etməmişlər. Xəbər. Nə səbəbə iştirak etməmişlərə xəbər götürür? Çünki bir də etmək, eləmək, olmaq sözləri qoşulu sözlə birlikdə nə olur? Xəbər götürülür. Harada iştirak etməmişlər? Tədbirdə. Bu da nədir? Yer zərfliyidir. Doğru sözdə ara sözdür. Tədbirdə iştirak etməmişlər. Kim? Onlar. Qeyri-müəyyən şəxslər. Deməli, bu cümlədə nədir? Qeyri-müəyyən şəxs cümlədir. Sadə cümlənin növləri, sadə cümlə şəxsə görə növlərindən hansıdır? Qeyri-müəyyən şəxs cümlədir. Müəyyən şəxs cümlə deyil. Ona görə E ədədinin cavabımız olmayacaq. C-yə baxaq. Görünürsə görməyəcəyəm. Nə etməyəcəyəm? Görünürsə görə bilməyəcəm. Nə etməyəcəm? Görə bilməyəcəyəm. Birlikdə nə? Xəbər. Kimi? Sizi. Siz də sözdə nədir? Tamamlıqdır. Görünür nədir? Ara söz. Dayıcan vergüllə qoyulmağına biri ara sözdür. Sizi görə bilməyəcəm. Kim? Mən. Gördük. Mübtədası yoxdur, amma özümüzdən bərpa edə bilirik. Deməli, müəyyən şəxs cümlədir. Həm ara söz görünür, həm də sizi görə bilməyəcəm nədir? Müəyyən şəxs cümlədir. Hər ikisi işlənmişdir. Deməli, düz cavabımız olacaq. C variantı olacaq nə? Düzgün cavabımız. Hörmətli izləyicilər, izahımızı bəyəndinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı da unutmayın. Sağ olun.